2020-ci il 27 sentyabr Vətən müharibəsi Azərbaycan hər tarixinə qızıl hərflər yazılmış bir dövr, bir zaman. Ali Baş Komandanımız İlham Əliyev cənabları orduya torpağı işğaldan azad edin əmri verəndə orduya, əskərlərinə, xalqa güvənidir. Təbii ki, bu güvən də boşa çıxmadı. Şanlı qələbəmizlə nəinki Azərbaycan, dünya hər tarixinə adlarını qızıl hərflə yazdıran qəhrəmanlarımız torpaqlarımızı işğaldan azad etdi. Həmin qəhrəmanlarımızdan biri də Nihat Babayevdir. Nihat Babayev bir zabit kimi döyüşlərə qatılmışdır. Bir çox uğurlu əməliyyatlarda iştirak edən Nihat Babayev 29 oktyabr 2020-ci ildə qızğın gedən döyüşlərin nəticəsində qəhrəmancasına şəhid olmuşdur. Ali Baş Komandanımız İlham Əliyev cənabları Nihat Babayevin qəhrəmanlıqlarını nəzərə alaraq onu Azərbaycanın Vətən müharibəsi qəhrəmanı adı ilə təltif etmişdir. Biz də Milli Qəhrəmanlar Təşkilatı, Vətən Qəhrəmanları Cəmiyyəti olaraq qəhrəmanımızın ailəsinə başsağlığı veririk. İnşallah haqq dünyasında qəhrəmanımızla görüşməyi Allah bizə nəsib edər. Gəlin qəhrəmanlarımızı unutmayaq. Qəhrəmanlığını gələcək nəsillərə ötürək. Onları beynimizə, ürəyimizə həkk edək. Çünki bu qəhrəmanların sayı nəticəsində bu günləri biz dünyada öz sözümüzü deyirik. Allah rəhmət etsin.